sevirəm sözünü efirdən deyə bilərsinizmi Şəfiqə xanıma? İndi. Sizi efirdən izləsiz. Deyərəm o. Mən onu... Neçə ildir bərabərsiz? Çox. Əvvəla ansamblda bir yerdə çalmışıq. Bilirəm. Bir 10 il sevmişsiniz onu. 10 ildən sonra sizə hə deyib. Mənim başıma oyun götürüb sonra deyib. Hansı ki, yoxsa indi bizim uşaqlarımız olardı 50 yaşında. Amma biz gec evləndik. Çünki Şəfiqə xanım, bilirsiniz, mən onu qınamıram. Şəfiqə xanım həyatda onun bir məsləki var. Musiqi, çaldığı alət kamança. O ondan başqa heç nəyi görmək istəmirdi. Mənim sevgim, necə deyərlər, adi evlənmək üçün, ailə qurmaq üçün deyildi. O zaman bir səslənin də efirdən ki, Şəfiqə xanım, mən sizi dünyalar qədər sevirəm. Qoy eşitsin o kəlməni sizdən. Yəni, burada deməsəniz, əminəm ki, başqa yerdə deməyəcəksiniz. Ümumiyyətlə, başqa yerdə demərəm. Bir deyin, eşitsin. Ümumiyyətlə, bir dəfə bəlkə dilimə gətirim. Şəfiqə, neysə, mən səni hamından çox sevirəm. Bütün yer üzündə nə qədər qadın var, hamısı səndən sonradır. Səndən qabaqda qadın yoxdur. Bu qədər. Şəfiqə xanım bayaqları mənə dedi ki, deməyəcək. Dedim, deyəcək. Birisi nəyə görə dedim? Mən ümumiyyətlə, həm hara gedirsən, nə inirsən? Birinci, evin yiyəsi səni necə qəbul edirsə, ev yiyəsinə hörmətin onda bilinir. Məsələn, mən sizin verilişin qonağı olmamışam. Amma sizin qonaqlarınızla oturub sizə baxmışam. Təşəkkür edirəm mən sizə.